İşıq pulu yazan, sən mənə artıq pul hesablamısan. Mən bu işi belə qoymayacağam. Darıxma, görüşərik. Sosiyet hara belə, salam kalamın da yoxdur. Gördüm çox ciddi söhbət eləyirsən. Daha narahat eləmək istəmədim. Sən xeyir ola belə olimpiya çempionları kimi gəzirsən, belində çanta ilə falan. İdmançıyam da mən. Nə? İdmançı? Məzələnirsən sən bizlə. Bir dəfə də olsun səni idmanda görməmişik. Yo, düzdür, mən idman zalına getmirəm. İdman da eləmirəm. Yəni ehtiyacım da yoxdur sözün açığı. Sən cəmaatı ələ salırsan, idman eləmirsən, zala getmirsən, özün də idmançıyam deyə çiynində çanta ilə gəzirsən. Kimi qorxuzmağa çalışırsan sən? A kişi, nə fikirləşirsən özün bilərsən. Mən idmançıyam, amma idman eləmirəm. Zala da getmirəm. Ehtiyac görmürəm. Fisyo sosiyet, başa düşdüm. Sən qışda, marozda başı açıq gəzmisən. Başına soyuq vurub indi də xəstəsən. A kişi, sən hər yerdə özünə müsəlmanam deyib gəzirsən. Amma nə namaz qılırsan, nə də məscidə gedirsən. İkisi də eyni şeydir də, aramızda fərqi yoxdur axı. Sən namazsız, məscidsiz müsəlmansan, mən də idmansız idmançı. Dayana kişi, mən dünən ölü yerində idim, orada necə ürəkdən Fatiha oxuduğumu eşitmədin? Mən də axşam futbola baxırdım. Necə ürəkdən gol dediyimi eşitmədin? Mən ki bu hərəkətimlə futbolçu olmadım.